Və əziz müəllimlər, növbəti intellekt mən sizə danışacağam. Naturalist intellekt. Bunlar kimlərdir? Kimlərə naturalist intellekt deyirlər? Təbiət vurğunu olanlara, bitkiləri sevənlərə, heyvanlara qulluq etməyi sevənlərə, bitkilərə qulluq etməyi sevənlərə, açıq havada gəzməyi sevənlərə. Bax bu insanlar ancaq məsələn onlar o cür insanlar sevmir ki, mən gedim VIP yerlərdə oturum, orada yemək yeyim, nə edeyim. O cür insanlar naturalist intellektdə. Onlar istəyir ki, təbiətin qoynunda otursunlar. Deyir, elə bir parça yavan çörəyim olsun, amma onu dəniz kənarında, onu meşənin qoynunda, şəlalənin şırıltısı, yağışın səsi, çayların şırıltısının səsində oturum onları dinləyim. Onları səsini dinləyə-dinləyə. O məkanda otura-otura. Onlar çox sevirlər ki, ən çox dənizin ləpələrini seyr eləsinlər, günəşin batmağını seyr eləsinlər. Dağlıq bir məkanda kəklik otu yığsın, bağa yarpağı yığsın, deyək ki, dərman bitkiləri toplamağı daha çox sevirlər. Onlar onlardan zövq alırlar. Yəni biz ona görə onlara təbiətdən zövq alanlar deyirik. Xoşlayırlar onlar heyvanlara qulluq eləsin, bitkilərə qulluq eləsin, dəniz kənarında gedib ayaqyalın balıq qulağı yığmağı sevirlər, balıq qulağı toplasınlar, xırda daşlar toplasınlar, bəzəkli, dağa getsinlər, bitkilər yığsınlar, dağın qoynunda oturub piknik etməyi sevirlər. Yəni bu cür insanlar təbiət vurğunu olan insanlardır. Yəni bax bu naturalist insanlar ona görə deyirik ki, təbiətə bağımlı, yəni təbiətə bağlı bir insanlardır. Daha çox təbiət qoynunda gəzməyi, seyr etməyi, çayı, dağı, şəlaləni onun qoynunda gəzərək o bitkiləri toplamağı, bitkilərə qulluq etməyi, bu cür insanlara biz deyirik naturalist intellektə sahib olan insanlar.